Size bir şey göstermek istiyorum. Böyle bir moyka. Bak. Demir profiline yığılıbdır. Betapan tikilibdir. İçine mata dolubdur. Yani gördüğünüz gibi motion. Yani bu zindandır. Zindan bildiğiniz. Demir profilinin betapan mata. Bunu böyle düzeltmişiz ki bu elden bir şey şunu sınmasın. İleride üstünde bunu sık edebilirsiniz. Yani bu kadar motiondur. Üstünde de çıkırıqdır özünüz daha doğrusu. Yukarı qalan sizler işləyəndə hamısını motionda çıxmışdır. Yəni motiondur. Bunun da içi gördüğünüz bak bu kadar. 5 santim mata ilə dolubdur. Altını da göstərebilirim sizə. Bu demir profil görürsünüz. Demir profil. Bu belə motion olur. Yəni demək olar ki ömürlükdür. Bu vurdum bunu 45'lərini də qəşəng doldurdum. Buna heç nə olan deyil. Motion bir şeydir, ömürlük bir şey. Yəni işləndə belə işləmək lazım, belə düzəltmək lazımdır. Çox adam dəmirin üstündən vurur. O etibarsızdır. Əlinə səhv bir şey düşsə həmən qırılacaqdır. O qırıqdan da təmiz şəkildə çıxaracaqsın. Bu vanda da yenə də bax görürsünüz. Kərpiçlə hörülübdür. Adına qoyun kərpiçlə. Görürsünüz. Bu motiondur. Mən ötürə qoymuşam bunu. Yəni bu nə ilə vurursan vur, buna heç nə olmaz. Kulaqların qırası deyil. Bu da bizim kraliyyəsi vannamızdır. Bu çox başlar partladır. Bu çox işlər dağıdır. Sınsa halallığını ver. Yaxşı. Dobro. Necə gözlər bildin ha deyəsən. Bəli, dəyərli izləyicilərimiz, gördüyünüz kimi belə bir moydadır yığıb. Altını da yığmısan, yoxsa hələ qalıb. Və tamam, ötən videolarımıza baxsaq, biz bu moydadın betopandan necə yığıldığını, karkasını və metalın necə burada svarkalandığını görəcəyik. Və mən bildiyim qədər, çox dəyərli izləyicilərimiz, bu çox möhkəm bir sistemdir. Sənətkar, bir dənə sualım var. Bunun keyfiyyətinə necə bir zəmanət verirsənmi? 150 kilo bunun üstünə adam çıxa bilər. Çıxa bilər. 150 kilo. Neçə kilosan? Mən 89. 89. Sən neçə kilosan axı? 75. 89, 70 nə qədər edir? 75 kiloyum ben. 75. İkimiz de çağ düşürüz. Mən deyirəm ikimiz də çıxın. Sınsa halallığını ver. Yaxşı çıxır. Dobro. Necə gözlər bildin ha deyəsən. Ya eleme, sınır yani. Hə? Eleme. Hayır, eleme. Ay maşallah, bir dəqiqə, bir var. Yo, sən performans göstərsən ha. Çox dəyərli izləyicilərimiz, bu bir moydadırdır. Və çoxları mənə sual verir ki, bunun sıvı falanı zəif olur. Vüqar sənətkarın düzəltdiyi moydadır. Artıq hazırdır gördüyünüz kimi. Bütün incəliklərini sizə göstərəcəm. Və özü də üstündə. Axı, 150 kiloya garantiya vermişdi. 85 özü, bir 60-70 də sən varsan. Sən də çıx, qırılsa özü düzəldəcək. Düzəldəcəksən özün? Yox, düzəldərsən? Deyil. Çıx. Ha, bismillah. Maşallah olsun. Dəyərli izləyicilərimiz, deyirlər, ölünü kimə daşıdırarlar? Öldürənə. Maşallah, düşə bilərsən qardaş. Sən saxla. Sən bir dənə omzuna gəl görüm. Niyə deyib də deyəmsən ha? Azər. Bəli. Bəlkə sən də çıxasan ola. Mənim çox çəkim var. Maşallah. Çox dəyərli. Yan ki görsənsin. Bildim. Dəyərli izləyicilərimiz kənarında necə ki olsan? 90 deyək. 90 kiloluq. Maşallah düş. Onu vurdun o 200 oldu ha. O çəkir. Heç olsun. Bu çox başlar partladır. Bu çox işlər dağıdır. Maşallah olsun. Çox gözəldir. Xeyirli olsun. Yanağımdan süzülen her damla bir şahittir. Bu kalp hala atıyor. Bu can hala sana aittir. Sanma ki tükenmişim. Sanma ki bitmişim. Varım, hala varım. Sönmedi ateşim. Hala yaşıyorum. Varım, hala varım. Sönmedi ateşim. Hala yaşıyorum.